həqiqətən. Bir də yeni qoşulanlara nə məsləhət görürsünüz? Yeni qoşulanlara məsləhət odur ki, əslində təcrübə yaxşı şeydir. İndi burada da onlar öz gözləri ilə görüb, öz əlləri ilə eləyəndə daha yaxşı. Yəni praktikaya üstünlük versinlər, təcrübə yerlərinə getməyə üstünlük versin tələbələrimiz. Təcrübə yerində daha çox yaxşı. Həmişə biz onu motivasiya veririk ki, təcrübə mütləq olsun. Dedim, ancaq təcrübə. Yəni bir də mən öz tələbələrimdə olub qıraqda, belə işdə öyrətmişəm hamısını. Onlara həmişə demişəm, mən əlinizdən tutub öyrətməyəcəm. Göz oğrusu olun. Mən həmişə o sözü deyirəm. Öz doğma bacım qızı da mənim tələbəm olur. Göz oğrusu olun. Gözləməyin ki, kimsə sizə desin ki, bu heyvanı belə qoy, ya bunu belə götür. Yəni, göz oğrusu tamam başqa şeydir. Bir də gərək özünün biraz həvəsin olsun. Həvəskar başqa şeydir. Həvəsi kimin varsa bizə qoşulub öyrənə bilərlər. Burada gözəl-gözəl sevgi varsa mütləq. Yemək onda da qalır. Mən evdə bəzən yemək pişirən deyiləm, gəlinim var. Oğlum bir gün evdə qalıram, deyir, mama yemək pişirsin. Pişirirəm. Ay, yorulmuşam axı, necə gəldi pişirirəm. O da dadlı çıxır. Deyir ki, mama, sən buna yeməyə nə qatmışsan? Deyirəm, sevgimi qatmışam, ay oğlum. Var olasınız. Bütün anaların əlindən yeyilən yeməklər hər kəsə nuş olsun. Allah bütün analarda can sağlığı versin. Mən sizə təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm. Hər gün qapısız açalım, bəli. İradə xanımın əl tuzuna baxdım. Əlinin tuzu var, mən bəyəndim. Var ki, 45 ildə işləyir. Yox, elə bir pulvur var ki, 50 il işləyir. Amma yoxdur əlimizdə. Amma yeməyin dadı yoxdur. Qətiyyən dadı yoxdur yeməyin. Təşəkkür edirəm, Ayrə mən. Bizdə müəllimlər də sizin bir-birinin arasında çox mehribandırlar. Yəni, bir-birlərini sevirlər, çox istəyirlər, bir-birlərini bilgilər bölüşürlər. Siz də bizim komandaya üzv olmaqdan məmnun qalın həmişə. Çox sağ olun. Nuş olsun, çəkə servisimizi edək. Maşallah, bizim cavabçımız. Təşəkkür edirəm. Biz var, başçımız var. Bir porsiya 2 dənə qoyulur da yəqin ki. Bəli, 2-2 qoyulur. İndi yanında qatıq verilməz yəni. Standart nə verilir yanında qatıq verilmirsə? Məncə bunun yanında heç bir şey, bu üstündəki quru nanə bəsədir. Yox, quru nanə də yox. Yaşıl reyhan. Yaşıl reyhan. Bir də üstündəki olan bu heyvadır. Yəni pomidorundan, sosundan qoymaq olur. Bir azca ora kamali.